Fotoqrafiya elədir ki, bəzən sevginin son rəsmini çəkdim. Bəzən yanğından xilas olmaq istəyən bir ümidi çəkdim. Bəzən qəzada həyatını sorğulayan bir sima çəkdim. Çəkdiyim bir kadrla insan yenidən isti yuvaya qovuşdu. Və bəzənlər o qədər çoxdur ki, bunu sözlə ifadə etmək olmur. Süni intellektin inkişafı ilə artıq fotoqrafiyanın demək olar ki, durğunluq dövründə yaşayırıq. Lakin siz bunu unutmalı deyilsiniz. Bugün biz əgər keçmişi vərəqləyə biliriksə, məhz fotoqrafiyaya görə vərəqləyə bilirik. Bəlkə də sizin bir dəqiqə promptla yaratdığınız şəkli fotoqraflar günlərlə, həftələrlə cəhd çəkərək əldə edirlər. Təbii ki, hər fotonun bir hekayəsi var. Bugün bayağı fotoqrafların üzə çıxmasıyla sənət yönümlü fotoqrafiyanın üzərinə artıq torpaq atılır. Təbii ki, bu o demək deyil ki, fotoqrafiya öləcək. Fotoqrafiya hər zaman yaşayacaq. Bugün Azərbaycanda və dünyada fotoqrafiyanın sənət olaraq yenidən gündəmə gəlməsi üçün etməli olacağımız sadəcə bir şey var. O da ki, biz yenidən fotoqrafiyaya dəyər verməyi bacarmalıyıq və insanlara fotoqrafiyanın necə dəyərli bir sənət olduğunu göstərməliyik. Təbii ki, fotoqrafiya mənasız şəkillər çəkərək, insanı mənasız rəng çalarları ilə boğaraq, onları bayağılaşdırmaq, onların zövqünü mənfi yöndə dəyişdirmək deyil. Fotoqrafiya böyük bir sənətdir və bu sənəti icra edənlər də böyük bir sənətkardır. Sadəcə məsələ budur ki, insanlar yaxşı ilə pisi ayırd etməyi bacarmalıdır. Bu fotoqrafiyada da belədir, rəssamlıqda da belədir, dizaynda da belədir, bütün yaradıcı peşələrdə belədir. İnsan yaxşı ilə pisi ayırd etməyi bacarmalıdır. Bugün Instagramda və TikTokda 100 minlərlə izlənən kütlənin 80-90%-i sadəcə boş bir qutudur. Çünki onlar nə cəmiyyətə, nə özlərinə bir xeyri var. Və bu insanlar nədənsə parıldamağa davam edirlər. Bu həqiqətən də cəmiyyətin mənfi yönümlü fikrini formalaşdırır. Görəsən biz həqiqətən də belə vəziyyətə niyə gəldik? Görəsən insanlar nəyə görə məşhur fotoqraflar, məşhur rəssamlar, məşhur müğənnilər Azərbaycan bəstəkarlarını TikTokdakı səviyyəsizlərlə əvəz edir? Nəyə görə onlar məşhur edir? Həqiqətən də bu çox ağır bir səhnədir. Ümid varıq ki, bu səhnə get-gedə dağılacaq. Çünki hər səhnənin başlanğıcı olduğu kimi bir son olur. Əminik ki, bu mənasız bayağı kainat yenidən dəyişib sənətə və sənətkara qiymət verməyi bacaracaq.